Herkese salam. Bugün qoz şirniyyatı hazırlamaq qərarına gəldim. Bunun üçün 200 qramlıq stəkandan istifadə edirik. 3 stəkan yarım un, 250 qram kərə yağı. Kərə yağı otaq temperaturunda olmalıdır. Kərə yağı ilə unu yaxşıca qarışdırdıqdan sonra onları umac halına gətiririk. Umacımız hazır olduqdan sonra isə kənarda bir qab götürüb içərisinə 100 qram şəkər tozu və 2 yumurta əlavə edirik. Çırpıcı telin köməyi ilə şəkər tozu ilə yumurtanı yaxşıca çırpırıq ki, şəkər tozumuz həll olunsun. Hazır umacın içərisinə yarım çay qaşığı qabartma tozu əlavə edirik və eyni zamanda hazır məhlulumuzu da əlavə edib yaxşıca xəmir yoğururuq. Xəmiri yaxşı yoğurduqdan sonra xəmir yumuşaq, ətirli xəmir əmələ gəlir. Xəmir ələ yapışmayan olur. Üzərini örtüb yarım saat dincəlməyə qoyuruq. Dincəlmiş xəmirlərdən götürüb 6 qramlıq kündələr hazırlayırıq və bütün xəmirləri, kündələri hazırladıqdan sonra qabı qazın üzərinə qoyub yaxşıca isinməyə qoyuruq. İsindikdən sonra isə biraz yağlayırıq və hazır kündələrimizi qoyub bişiririk. Qoz şirniyyatımız hazır olduqdan sonra isə içərisini doldurmağa keçirik. Bunun üçün 700 qramlıq qatlaşdırılmış süddən istifadə edirik. Mən demək olar ki, qoz şirniyyatının hər iki üzünü qatlaşdırılmış süd ilə doldurub əlavə edirəm. Sonra isə onları bir-birinə yapışdırıram. Beləliklə, o qədər dadlı, o qədər ləziz qoz şirniyyatı əmələ gəlir. Hazırlayan hər kəsə nuş olsun. Sağ olun.